Ve özel evin programı devam edir əziz dinləyicilər. İkinci saatını dinləyirsiniz proqramımızın. Buradan bir daha təşəkkürümüzü bildirir Ramil Osmanlıya. Əlbəttə ki, ilk saatımızda doğrudan da mövzumuza dair ətraflı bütün məlumatları bizə çatdırdı. İkinci saatımızda da çox maraqlı bir qonağımız var. Daşınmaz əmlakın Dövlət Kadastr və Reyestr Publik Hüquqi Şəxsin Maliyyə və Təminat Departamentinin direktoru Babək Əhmədlidir. Xoş gəlmisiniz. Necəsiniz? Təşəkkür edirik ki, bugün bizim dəvətimizi qəbul etmişsiniz və ilk dəfə də bizim studiyamızdasınız və əminəm ki, dinləyicilərimizə elə sizin sayənizdə biz faydalı ola biləcəyik. Babək müəllim, bir daha xoş gəlmişsiniz deyərək deyim ki, sizi biraz da yaxından tanımaq istəyərik. Çünki biz sizi bilirik, tanıyırıq, amma elə dinləyicilərimiz var ki, sizin barədə bir balaca məlumatda olmaq istəyərlər. Bu sahədə neçə ildir fəaliyyət göstərirsiniz? Əvvəla təşəkkür edirəm efirə dəvət etdiyiniz üçün. Düşünürəm ki, bu efir müddətində vətəndaşlarımız üçün faydalı olan söhbətlər apara biləcəyik və mümkün hissələrdə onların da sualların cavablandıra biləcəyik. Özüm əmlak idarəçiliyi sahəsində, yəni hal-hazırda işlədiyim daşınmaz əmlakın Dövlət Kadastr və Reyestr Publik Hüquqi Şəxsində artıq 17-ci ildir ki, fəaliyyət göstərirəm və maliyyə sahəsində fəaliyyət göstərirəm. Bu qədər. Maşallah. Və əlbəttə ki, sizin də sahədə həm çətinliklər var, həm də ki, bu sahədə doğrudan da elə işin başında olmaq, mütəxəssis olmaq və bu işin biləni olmaq asan bir məsələ deyil. WhatsApp nömrəmizi xatırladım dinləyicilərimizə, onlar da öz suallarını ünvanlaya bilsinlər. 055-203-1103. Elə öz sualımızdan başlayaq ki, daşınmaz əmlakla bağlı ödənişlər əsasən iki hissədən ibarət olur və rüsumlar və xidmət haqları. İstəyirəm bu barədə ətraflı danışasınız. Bu rüsumlardan başlayaq. Bu rüsum nədir və nəyin əsasında təyin olunur? Buyurun. Deməli, vətəndaşlar üçün çox maraqlı sualdır. Çünki fəaliyyətimizdə də rastlaşırıq. Bəzən müraciətlər edirlər, hesablamalarla bağlı sual edirlər. Bəzən o dəqiqləşdirmək istəyirlər ki, həqiqətən hesablanmış, gələn SMS-də göndərilmiş məbləğ həqiqətən düzdürmü, yanlışlıq olmayıbmı? Ona görə də bilirəm ki, aktual mövzudur, hamı üçün maraqlı bir mövzudur. İnşallah suala görə də təşəkkür edirəm və faydalı cavabım olacağını düşünürəm, ümid edirəm. Deməli, dövlət sumu, dövlət orqanları və müvafiq icra hakimiyyəti orqanlarının yaratdığı qurumlar tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan hüquqi hərəkətlərə görə ödənilən haqdır və bildiyiniz kimi dövlət büdcəsinə ödənilir. Daşınmaz əmlakın Dövlət Kadastr və Reyestr Publik Hüquqi Şəxsinin göstərdiyi xidmətlər və hüquqi hərəkətlər timsalında buna biraz açıqlama verim. Buyurun. Dövlət sumu haqqında qanunun 26-cı maddəsi konkret olaraq daşınmaz əmlaka mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi və habelə ipotekanın dövlət qeydiyyatına alınması üçün tutulan rüsumların, dərəcələrin təsbit edir və orada təsdiqlənmişdir. Dövlət rüsumu tutulan hərəkətlər üzrə vətəndaşlar arasında da daha populyar olan və daha çox maraq doğuran bir neçə pozisiyanın dərəcəsi ilə bağlı məlumat vermək istəyirəm. Sözsüz ki, ən populyar bildiyimiz kimi daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatı alınması zamanı vətəndaşlara mülkiyyət hüququ verən çıxarış sənədidir. Bu halda çıxarış sənədi üçün dövlət sumunun dərəcəsi 50 manat kimi dövlət sumu haqqında qanunda təsbit edilmişdir. Eyni zamanda daşınmaz əmlaka dair texniki sənədlərin, pasport və plan ölçü sənədlərinin verilməsi üçün bildirim ki 75 manat müəyyən edilmişdir. Bölünmə nəticəsində təsəvvür eləyin, əmlak sahibisiz bölünmə nəticəsində özünüzdə qalan hissənin yüklülüyün, icarə və istifadə hüquqlarının yüklülüyünün və özgərinkiləşdirilməsinin dövlət qeydiyyatı üçün isə çıxarışların verilməsi 30 manat dövlət sumu ödənilməsinə gətirib çıxardır. Və belə deyək də, daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına, yüklülüyünə el arasında buna çox vaxtı forma 1 kimi də cəmaat tanıyır. Dövlət reyestrindən həmin arayışın verilməsinə görə 10 manat dövlət sumunun ödənilməsi təsbit edilmişdir. 26-cı maddə sırf daşınmaz əmlakın Dövlət Kadastr və Reyestr Publik Hüquqi Şəxsinin göstərdiyi hüquqi hərəkətlərə görə dövlət sumunun
dərəcələrin müəyyən etsə də 27-ci maddədə bəzi azad olmalar da müəyyən edilmişdir. Azad olmalardan da vətəndaşlarımız üçün, dinləyicilərimiz üçün daha çox maraqlı olanların bir neçəsini qeyd eləmək istəyərdim. Buyurun. Deməli, torpaqların dövlət ehtiyacları üçün alınması nəticəsində əgər dövlətə torpaq vətəndaş öz əmlakını bağışlayırsa, bu halda heç bir halda dövlət rüsumu tutulmur. Daşınmaz əmlakın dövlət reyestri haqqında qanunun qüvvəyə minənədək qeydiyyata alınmış sənədlər var. Dövlət aktları var, şəhadətnamələr var, qeydiyyat vəsiqələri var. Biz hal-hazırda onları qeydiyyata alarkən rüsum haqqında qanunun 27.4-cü maddəsi də onu təsbit edir. Nə çıxarış verərkən, nə də texniki pasport vətəndaşımıza təqdim edərkən dövlət rüsumu tutmuruq. Eyni zamanda torpaq islahatı haqqında Azərbaycan Respublikası qanununa uyğun olaraq ləğv edilmiş safxoz və kolxozlardan özəlləşdirilən torpaqlarından pay almış, amma qeydiyyat prosesi yekunlaşmamış vətəndaşlarımızın da sənədlərini bugün rəsmiləşdirəndə eyni qaydada dövlət rüsumu tutulmur və dövlət rüsumu haqqında qanuna son dəyişiklik, bu ən yeni dəyişiklikdir, 26-cı ildən qüvvəyə minmişdir. Azərbaycan Respublikası ərazisinin müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi, 20 yanvar hadisələri ilə əlaqədar, həmçinin hərbi xidmət vəzifələrini, o cümlədən Çernobıl daxil olmaqla yerinə yetirərkən əlil olmuş, əlilliyi müəyyən edilmiş, habelə şəhid ailəsi statusu almış şəxslərdən də qanunun 26-cı maddəsində nəzərdə tutulmuş dövlət rüsumları tutulmur. Bu ən son yeni dəyişikliyimizdir. İstəyirəm dinləyicilərimizə WhatsApp nömrəni xatırladım. 055-203-1103. Siz də suallarınızı ünvanlaya bilərsiniz bizim dəyərli qonağımıza. Elə bu rüsumlardan danışmışkən ola bilər bir balaca suallarımız təkrar olaraq verilsin. Biraz da dəqiqləşdirərik. Bax, çıxarışın və texniki sənədin rüsumları nə qədərdir? Və təkrar qeydiyyat zamanı bu rüsumların azalması varmı? Yəni minimum məbləğ nə qədər olur? Yoxsa standart bir məbləğdir? Xeyr, daha əvvəl xatırlatdım, amma yenidən suala daha geniş cavab verim. Çıxarışların verilməsi üçün rüsum haqqında qanunun 26.1.1-ci maddəsi üzrə daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının deməli dövlət qeydiyyatına alınması barədə çıxarışın verilməsi 50 manat dövlət rüsumu müəyyən edilmişdir. Daşınmaz əmlaka dair texniki sənədlərin verilməsi üçün isə 75 manat dövlət rüsumu müəyyən edilmişdir. Bunun dövlət rüsumu dəyişən rəqəm deyil, konstantdır, sabitdir. İstər ilkin qeydiyyat zamanı, istər təkrar bazar zamanı məbləğ dəyişmir və hər bir halda 50 manat və 75 manat çıxarış üçün analoji olaraq texniki pasport üçün də 75 manat ödəniş nəzərdə tutulub. Amma başqa növ çıxarışlar var ki, orada dövlət rüsumunun dərəcəsi daha aşağı təsdiq edilmişdir. Bu da dövlət rüsumu haqqında qanunun 26.2-ci maddəsinə uyğun olaraq bölünmə nəticəsində əvvəlki hüquq sahibində qalan hissə üzərindəki hüquqların, eyni zamanda yüklülüyün, icarənin və istifadə hüquqlarının yüklülüyünün, eyni zamanda özgəninkiləşdirilməsinin dövlət qeydiyyatı zamanı isə 30 manat dövlət rüsumu müəyyən edilmişdir. Ümumən 26-cı maddəyə baxsaq, yəni daşınmaz əmlakın dövlət kadastri və reyestri publik hüquqi şəxs olaraq bizim göstərdiyimiz hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun dərəcələrinə baxsaq, orada görərik ki, ən aşağı məbləğ 10 manat olaraq yüklülük arayışının verilməsi üçün təsbit edilmişdir. Ən yuxarı məbləğ isə texniki pasportların verilməsi üçün, o cümlədən plan ölçülərin verilməsi üçün 75 manat kimi dövlət rüsumu müəyyən edilmişdir. Elə bir dinləyicimiz yazır, deyəsən elə bu da rüsumlarla bağlıdır. Yazıb ki, biz çıxarış üçün müraciət elədik. Bir neçə gün sonra bizə SMS gəldi ki, sənədiniz hazırdır. Rüsum 125 manat, xidmət haqqı 160 manat. Biz getdik asan xidmətdə bu pulu verdik, bizə 2 sənədin kopyasını verdilər. Əsl sənəd vermirlər, deyir. O əvvəl olan sarı sənəd var idi onlardan. Çox gözəl sualdır. Vətəndaş, düşünürəm ki, başqa vətəndaşlar da var. Bu hissə onu narahat edir. Hətta bəzən olur öz dostlarımız, tanışlarımız, qohumlar da müraciət edir ki, eyni sualı verirlər ki, bəs o kağız nə oldu? Həmin o kağızı biz istəyirik axı. Məlumat üçün bildirim ki, 2019-cu ilin
əvvəlindən etibarən çıxarışlar artıq elektron formada vətəndaşa təqdim olunur. 2023-cü ildən etibarən isə texniki pasportları elektronlaşdırmışıq qurum olaraq və artıq o ənənəvi tanıdığımız, bəzən bəzi yoldaşlar, hətta mən bilirəm ki, var mənim tanışlarımın da içində, onları laminasiya edirdi, saxlayırdı. Bəzən o mənzillərinin, evlərinin ən gözəl güşəsində saxlayırlar, sərgi formasında bir yer də, o showroom kimi bir yer də ayrılırdı. Düzdür, indi o kağızlar olmasa da, amma bilin ki, sizin əlinizdə olan o məlumat ki var, reyestr nömrəsi və qeydiyyat nömrəsi, iki məlumat təqdim olunmaqla əmlakınıza olan mülkiyyət hüququnuzu bütün dövlət orqanlarında eyniləşdirə, isbat eləyə bilirsiniz. Hətta bəzən o kağıza da ehtiyac yoxdur. Nümunə üçün deyim ki, notariat kontoruna yaxınlaşsaz və əmlakınızı satmaq istəyirsiniz, əmlakınızı bağışlamaq istəyirsiniz, əmlakınız üzərində hər hansı bir hüquqi əməliyyat aparmaq istəyirsiniz. Bu halda sadəcə qeydiyyat nömrəsinin və reyestr nömrəsini təqdim eləmək kafidir ki, sizin əmlakınız üzərində bugün yüklüyün olub olmamasını müəyyənləşdirsin notariat əməkdaşı. Çünki notariat bazaları ilə daşınmaz əmlakın bazası arasında bir inteqrasiya var və onlayn rejimdə artıq forma 1-i, əmlakın təsviri, əmlakın bugünkü statusu barədə məlumatı əldə edə bilirlər. Və bir daha xatırladım ki, 2023-cü ildən texniki pasportlar, 2019-cu ildən isə çıxarışlar elektron formada vətəndaşa təqdim edilir. Babək bəy, mən sizə təşəkkürümü bildirirəm ki, bax belə geniş və aydın şəkildə dinləyicilərimizə hər şeyi izah edirsiniz. Bir daha xatırladıram dinləyicilərimizə ki, elə qonağımız da Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik Hüquqi Şəxsin Maliyyə və Təminat Departamentinin direktoru Babək Əhmədlidir və WhatsApp nömrəmizi də sizə xatırladıram 055 203 1103. Siz də suallarınızı əziz dinləyicilər ünvanlaya bilərsiniz. Nəzərə alsaq ki, elə Babək müəllim yoldan da gəlib bir çayını içsin, biz də reklamlara keçirək və bunun üçün də şərait yaradaq. Qısa aradan sonra qayıdırıq dostlar. Xəzər Radiosunda reklam vaxtı. Prior'da bu traktor indi daha da sərfəlidir. 110 at güclü New Holland TD 5.110 universal traktorunu indi cəmi 5110 AZY-nə əldə et. Ətraflı məlumat üçün 858-ə zəng et. Əsl məsələ o deyil, məsələ səsələmək. Euroaksdan dinləmək, özünə bəsləmək. Əsl məsələ Euroaksdır. Müasir tibbi texniki bazaya malik West Hospital pasiyentlərinə 20-dən çox tibbi şöbəsi ilə xidmət göstərməkdədir. Təcili və təxirə salınmaz tibbi yardım şöbəsi 24 saat xidmətinizdədir. Əlaqə Ulduz 7606. Lisenziya İqtisadiyyat Nazirliyi tərəfindən verilmişdir. Binanızın fasadını yaxud evinizi daş yunu ilə izolyasiya etmək istəyirsiniz, o zaman bu sahənin peşəkar və lider şirkəti olan Kaspian Enerji Qrupa müraciət edə bilərsiniz. İzolyasiya materiallarında ölkəmizin iri idxalçısı olan Kaspian Enerji Qrup izolyasiya və inşaat materiallarının çox geniş çeşiddə məhsullarını təqdim edir. İzolyasiya sahəsinin məşhur markaları olan Texnonikol və Pinoplex markalarının ölkəmizdə rəsmi nümayəndəsi məhz Kaspian Enerji Qrupdur. Bu səbəbdən uyğun şərtlər və yüksək keyfiyyət axtarışında olanlar seçiminiz Kaspian Enerji Qrup olsun. Telefon 050 458 88 88. Əsl məsələ o deyil, məsələ səsələmək. Euroaksdan dinləmək, özünə bəsləmək. Əsl məsələ Euroaksdır. Pimapen, pencereye adını veren, adını pencereye veren Pimapen. ATB'de Nakredit indi daha sərfəlidir. 3000 manat üçün aylıq 77 manatdan, 5000 manat üçün aylıq 128 manatdan, 10.000 manat kredit üçün isə aylıq 256 manatdan başlayan ödəmə imkanı. Kampanya üzrə ATB'de 80.000 manatadək nakrediti zaminsiz əldə edin. Krediti ATB filiallarında və ya onlayn əldə edin. Azərtürkbank, sizin dövlət bankınız. Azərtürkbank, Azərbaycan Respublikası Mərkəzi Bankının 234 nömrəli lisensiyası əsasında fəaliyyət göstərir. Pimapen, pencereye adını veren, adını pencereye veren Pimapen. Daha çox kəşbək və bonus istəyirsiniz? Fayda Max abunəlik artıq ABB Mobile-da. Bürünc, gümüş və qızıl planlardan sizə uyğun olanı seçin, aylıq abunə olun və daha çox kəşbək, bonus və hədiyyələr qazanın. Olduğunuz mərhələyə uyğun endirimlə qoşulub, yüksəldikdə isə yalnız fərqi ödeyirsiniz. Ətraflı 937. ABB Mərkəzi Bankın 30-12-1992-ci il tarixli 2 nömrəli lisensiyası əsasında fəaliyyət göstərir. Xəzər Radiosunda reklam vaxtı.
WhatsApp nömrəsi 055 203 1103. Əlbəttə ki, mövzumuza dair siz suallarınızı yazmaqda olun. Mən isə sizə Euroaxdan danışım əziz dinləyicilər. Azərbaycan bazarında ilk mobil aksesuar brendidir və bilirsiniz ki, doğrudan da keyfiyyətli məhsullar həmişə önəmlidir. Əsasən də elə bu smart saatlar olsun, powerbanklar, yaddaş kartları, avtomobil aksesuarları da bura daxildir. Adapter və naqillər. Bu mənim həmişə dərdim olub. Məhz Euroaxa müraciət edirəm. Nəyə görə? 2 il zəmanət təqdim edir. Məhsulun yan hissəsində də QR kodu var. Skan edirsən və anında zəmanət aktivləşdirmək mümkündür. Siz də müraciət edə bilərsiniz. Və 2021-ci ildən fəaliyyət göstərən Agrosystem şirkəti də aqrar məhsulların keyfiyyətini qoruyan və fermerlərin rəqabət qabiliyyətini artıran strateji həllər təqdim edir. Hidrokuler və erkulerlər vasitəsilə meyvə və tərəvəzlərin soyudulması və həmçinin də uzun müddətli təzə saxlanılması üçün soyuducu komplekslərin tikintisi də, cücə bəsləmə və damazlıq heyvan yetişdirmə komplekslərinin tikintisi də bura daxildir. Biznesinizi böyütmək istəyənlər 100% investisiya eləməyə ehtiyac qalmır. Çünki cəmi 20% ödənişlə müasir infrastruktur sahibi ola bilirsiniz. Qalanını da dövlət subsidiyası və faizsiz lizinqlə reallaşdıra bilərsiniz. 050 444 1701 nömrəsi ilə əlaqə saxlayın. Caspian Enerji Group izolyasiya və inşaat materiallarının ölkəmizdə iri ixalçılarından biridir. Daş yunu, XPS, PVC membranlar, bitumlu membranlar, primer və mastiklər yüzlərlə məhsulları ilə sizin xidmətinizdədir. Evinizə və layihənizə izolyasiya materialları lazımdırsa, ünvan Caspian Enerji Group olmalıdır. 050 458 88 88 nömrəsi ilə əlaqə saxlayıb ətraflı məlumatı alın. Bakıda əyləşib əlbəttə ki, bax, rayonda, bölgələrimizdə çalışan fermerlərə yaxşı məsləhətim var ki, o da ki, Prior Leasingdə müasir fermerlərə müxtəlif kənd təsərrüfatı texnikalarını sərfəli şərtlərlə təklif edir və burada texnikaları 60 ayədək faizsiz leasinglə əldə edə bilərsiniz. Ətraflı məlumat üçün 858 qısa nömrə ilə əlaqə saxlayın. West Hospital tam müasirdir, güvənlidir, yeni tibbi texniki bazaya malikdir və ən üstün tibbi xidmətləri göstərir pasiyentlərə 20-dən çox tibbi şöbəsi ilə. Müasir standartlara cavab verən rəqəmsal cihazlarla fəaliyyət göstərir. Nömrəsini də sizə deyirəm, Ulduz 7606-dır. Təşəkkürlər bizim sponsorlarımıza, dəstəkçilərimizə və sözün əsl mənasında istər qonaqlar tərəfdən, istər sponsorlarımız tərəfdən biz hər zaman keyfiyyətə əsaslanırıq. Bir dinləyicimiz nə yazır? Babək bəy yazır ki, salam, bu əgər sənədlər elektron formada olursa və sürəti verilirsə, bu sənədləri almaq üçün mütləq asan xidmətə getmək lazımdır. Olmazmı ki, deyir, mən hansısa terminalda və ya bankda ödəniş edim. Çünki mən görmüşəm telefona həmin sənədlərin linki də gəlir pulu ödəyəndən sonra. Nə fikirləşirsiniz? Təşəkkür edirəm vətəndaşa sual üçün. Sözsüz ki, o dediyi ssenari məcburi ssenari deyil. Yəni, asan xidmətə mütləq getməlidir, sənəd aldığı zaman ona ehtiyac yoxdur. Bugün daşınmaz əmlakın dövlət kadastr və reyestri, publik hüquqi şəxsi müxtəlif ödəniş təsisatlarından, o cümlədən bütün açıq təsisatlardan demək olar ki, ödəniş imkanları təqdim edir. Və bütün mümkün vasitələrdən. Deməli, adam evindən çıxmadan hökumət ödəniş portalına çıxışı olan və istənilən bankın saytından keçid eləyərək ödənişini eləyə bilər. Əlavə olaraq, deməli, quraşdırılmış emanat terminallarından, əlavə olaraq dediyi ssenaridə yaxınlaşıb post terminallarından və yaxud da ki, istənilən bank filialına yaxınlaşaraq daşınmaz əmlakın dövlət kadastr və reyestri publik hüquqi şəxsinə təqdim etdiyi ərizə nömrəni deməli, indikator kimi seçərək, qeydiyyat nömrəsini seçərək, ödəniş portallarında da seçərək ödənişini eləyə bilər. Bunun üçün məcburiyyət yoxdur. Bu halda ona geri SMS gəlir və ödənişin təsdiq aldıqdan sonra şəxsi kabinetində çıxarışın da texniki pasportunda görə bilər. Həmin təqdim olunan SMS üzrə linkə keçərək çıxarışına da texniki pasportuna da baxa bilər.
Yəni mütləq deyil harası getsin onun üçün. Aydındır. Yəqin ki, bu barədə az məlumatda olan insanlar var idi. İndi bu barədə də agah oldular. Əslində mənim də hardasa bəlkə də ağlıma gəlməzdi. Çünki asan xidmət deyildisə mən mütləq artıq bilirəm ki, ora getmək lazımdır. Bax, bu tərəfləri də var imiş. 055 203 1103 WhatsApp nömrəmizə əziz dinləyicilər, siz də suallarınızı yazın. Bir də vətəndaşlarımız arasında ən çox sual yaradan bu xidmət haqqları ilə bağlıdır. Bu xidmət haqqları nədir? Formalaşmasına nə təsir eləyir? Və məsələn bilirik ki, burada sənədin hazırlanma müddəti də var. Daha sonra hansı amillər bu xidmət haqqının formalaşmasına təsir eləyir? Xidmət haqqı nədir? Qurum olaraq vətəndaşlar tərəfindən ən çox verilən suallardan biridir. Bundan daha əvvəl biz dövlət rüsumu nədir ona aydınlıq gətirməyə çalışdıq və dövlət rüsumu dövlət büdcəsinə ödənilən haqqdır və hüquqi hərəkətlərə görə ödənilən vəsaitdir. Xidmət haqqı isə qurumun saxlanması xərcləri, saxlanması üçün tutulan vəsaitdir və bu vəsait belə deyək də dövlət üstü xidmət haqqı ümumiyyətlə hardan başlayır? Reestr haqqında biraz qanunvericilik hissəsinə toxunaq. Reestr haqqında qanunun 6-cı maddəsi ümumiyyətlə qurum olaraq hansı xidmətlər üçün biz vəsait ala bilərək onları tənzimləyir siyahı olaraq. Qurum olaraq biz texniki inventarlaşdırma, deməli, reestr məlumatlarının yoxlanılması, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi və digər şəxsə keçməsi ilə bağlı reyestrə məlumatların daxil edilməsi, daşınmaz əmlakın təsviri, ünvanı barədə reyestrdən məlumatların verilməsi, sxematik ünvan planlarının tərtib edilməsi, hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu və verilməsi ilə bağlı mobil xidmətlərin göstərilməsi, torpaq kadastri məlumatları əsasında mütəxəssis rəylərinin hazırlanması, xidmətlərini göstərdiyi və bir sıra başqa xidmətlər də bura daxildir. İndi hamısını sadalamadım. Və bunun üçün reestr haqqında qanun bizə ödənişli əsaslar yaradır. Publik hüquqi şəxs olaraq biz büdcə təşkilatı deyilik və dövlət büdcəsindən hər hansı formada vəsait və maliyyə yardımı almırıq. Ona görə də qurum olaraq saxlanmalıyıq və bu bizim saxlanma xərclərimizi formalaşdırır. Amma vətəndaş üçün təqdim olunan son qiymət necə formalaşır deyə soruşsaq, desək, o halda birini siz dediniz, zaman müddət məsələsi, bəli. Hansı müddətə sənəd icra olunacaq deyə bir şey var. Eyni zamanda region anlayışı da var. Bizim tariflərdə deməli region da təsiri var. Bəli, region da təsiri var. Xidmət haqqları təsdiq olunan xidmət haqqlarına biz göstərdiyimiz xidmətlərə görə müqayisədə deyim, Abşeron, Sumqayıt, Gəncə ərazilərində hesablanan xidmət haqqlara 0.8 azalma tətbiq edirik. Digər bütün şəhər rayonlarda isə hesablanan xidmət haqqına 0.7 azalma əmsalı tətbiq edirik. Bundan əlavə olaraq işğaldan azad olunmuş ərazilərdə göstərdiyimiz xidmət üçün konstant xidmət haqqımız 0.5 əmsalına vurularaq azaldılır və bu da sözsüz ki, qiymətin formalaşmasına təsir edir. Eyni zamanda xidmət haqqında da dövlət rüsumunda olduğu kimi güzəştlərimiz var. Bu, qanunla şəhid ailəsinin üzvü hesab olunanlar, hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş hərbi qulluqçu və mülki şəxslərin daşınmaz əmlaklarına qeydiyyat prosesində 0.5 əmsal, azalma əmsalı tətbiq edilir və güzəşt nəticəsində formalaşan qiymətlər verilir. Bundan əlavə isə qiymətləri artıran faktorlar nədir? Əgər vətəndaşsınız, müraciət eləmişsiniz və siz əmlakınızı qeydiyyata aldırırsınız və çıxarış texniki pasport sifariş verirsiniz. Bu halda qiyməti artıran faktorlar nədir? Daşınmaz əmlakın reestr haqqında qanuna görə müddətlər müəyyənləşib. Hansı xidmətlər hansı müddətlərə görülməlidir? Reestr haqqında qanuna görə deməli, əmlak üzərində hüquqların qeydiyyatı 13 gün ərzində aparılır. Əgər əlavə olaraq orada inventarlaşma, məhz çəkmə işləri ehtiyacı olarsa, onda həmin müddət 15 günə qədər artır. 15 gün artır. Bu 10 gün dediyiniz ən minimum gün hesab olunur. 10 gün minimum gün deyil, daha çox sabit gün kimi ifadə edə bilərik. Amma siz illah da vətəndaş olaraq daha tez istəyirsinizsə, bu halda
belə deyək də bizim tezləşmə, sürətləndirmə xidmətlərimiz var. Birinci ssenaridə təkcə qeydiyyat prosesində tezləşmə tətbiq eləyərək daha 1 günə, 3 günə, 7 günə həmin prosesi icra eləyə bilərik. Sözsüz ki, burada analoji olaraq hesablanan dəyər 3, 2 və 1.5 əmsalları qədər artırılır. Əgər texniki pasport və inventarlaşma işləri də varsa, bu halda 2, 5 və 10 gün ərzində həmin işləri tezləşdirərək daha sürətlə icra eləyə bilərik. Amma sözsüz reyestr haqqında qanun da onu təsbit edir ki, digər müraciət edən vətəndaşların müraciətlərinin o sıradakı nəzərə alaraq pozulmaması. Bəli, tamamilə doğru. Onda biz belə başa düşdük, Babək müəllim, ən tez 1 gün oldu. Düzdürmü? Ən tez, bəli. Və bunun üçün də hansı əmsal qeyd olundu? Dediniz? Bunun üçün hesablanan xidmət haqlarına 3 əmsal artıq belə deyək də dəyər ödəməlisiniz. Yəni 3 dəfə çox kimi qeyd eləyə bilərik bunu, düzdürmü? Yəni bu vətəndaş, məsələn, adi bir vətəndaş bu əmsallarla harda tanış ola bilər? Bu da çox gözəl sualdır. Əslində bunu mən özüm Yəni hər dəfə sizi tapa bilmirik də, məsələ orasıdır. Buyurun. Girişdə bəlkə də məlumat verməliydim. Siz məni qabaqladınız. Sözsüz bugün daşınmaz əmlakın dövlət kadastr və reyestri publik hüquqi şəxsinin saytında, elektron informasiya resurslarında, eyni zamanda tabeliyində olduğumuz əmlak məsələləri dövlət xidmətinin, habelə İqtisadiyyat Nazirliyinin saytında bütün xidmətlər barədə açıq informasiya məlumatları təqdim olunmuşdur və Tarix Şurasının qərarı, dövlət rüsumu haqqında qanun, reyestr prosedurları, müraciətlərin necə həyata keçirilməsi, habelə elektron xidmətlər, bu barədə səhih və dolğun məlumatlar təqdim edilmişdir. Bundan əlavə isə saytımızda təqdim olunan daşınmaz əmlak kalkulatoru modulu da var. Vətəndaş idarəyə müraciət etmədən əvvəl özü simulyasiya edərək xidmət haqqını, məsrəfini hesablamağa, belə deyək, hesablamağa imkanı təqdim edirik. Yəni adam sadəcə prosesi qeyd eləsə ki, nə istəyir və orada müvafiq xanaları qeyd edib doldursa, o halda artıq idarəyə müraciət eləyəcəyi təqdirdə təxmini məsrəfin bilir ki, təxmini nəyə görə deyirəm, ola bilsin hardasa orada özü bir hesablama vaxtı bir xəta eləyib, hansısa məlumatı indikatoru düz seçməyib, bu mümkündür. Sözsüz ki, vətəndaşlar tam var. Amma hər şey aydın şəkildə və təmin şəkildə yazılır, doğru da qeydlər aparılacaq təbii ki. Aydındır. Gəlin, bax, davam eləyək. İstəyirəm WhatsApp nömrəni dinləyicilərə xatırladım. Deyir, nə zaman ki, hələ ki siz buradasınız, biz hələ ki sizdən faydalanaq. Və 055-203-1103 WhatsApp nömrəmiz və dinləyicilər yazın suallarınız varsa. Bir dinləyici də yazıb ki, Babək müəllim, salam, Şəkidə Nazim bəy yazır. Deməli, deyir ki, məndə evin köhnə texniki pasportu var. İndi bu köhnə texniki pasportla yeni çıxarış alsam, bunun rüsumu eyni olacaq. Bölgədə yaşamaq xidmət haqqına təsir edirmi? Gözəl sualdır. Nazım bəy, təşəkkür edirəm sual üçün. Mən də çalışacağım onun sualına dolğun cavab verim. Bugün o köhnə tex pasportun var dediyi senari sözlə başa düşülmür. Əgər onun belə deyək də mən hal-hazırda görsəydim hansı sənəddən söhbət gedir, onda ola bilsin cavabım onu tam qane edərdi və mən də əmin olardım ki, suala tam düzgün cavab vermişəm. Amma daha əvvəl də xatırlatdım. Dövlət rüsumu haqqında qanuna görə 27-ci maddəyə görə daha əvvəllər qeydiyyata alınmış hüquqlar, yəni dövlət reyestri haqqında qanuna qədər qeydiyyata alınmış və qeydiyyat vəsiqəsi, şəhadətnamələr, dövlət aktları verilmiş əmlaklar üzrə bugün qeydiyyat zamanı biz dövlət rüsumu ödətmirik, dövlət rüsumu tutmuruq. Əgər hansısa bu sənəddən biridirsə, o halda vətəndaş texniki pasport və çıxarış üçün dövlət rüsumu ödəməyəcək. Amma burada idarənin göstərdiyi, deməli, xidmət istisna olmaqla, çünki xidmət haqqı bu halda almalıyıq. İndi bunlardan biridirmi, deyilmi, onu görmürəm. Mən təklif eləyirəm əslində, bax, doğru qeyd edirsiniz. Məncə burada biz hər halda Nazim bəyin özünə müraciət eləyək, sənədin fotosunu göndərə bilərsə, əlbəttə WhatsApp nömrəmizə göndərsin proqramın sonuna kimi. Çünki bax, 20 dəqiqə hələ vaxtımıza var. Yəni imkan olsa mütləq şəkildə göndərin, biraz da dəqiq məlumatı ala bilərik. Düzdür elə halda. Nazim bəy, göndərin, biz sizi gözləyirik, buradayıq və saat 2-yə qədər maksimum çalışın ki, elə bir 15 dəqiqə ərzində tez bir
şəkildə bizə göndərin. Buyurun. Sənədi göndərdi, amma o sualın bir hissəsini mən sanki cavablandırmadım. Aha, buyurun. Regionda qiymətə təsir eləyən faktor daha əvvəldə demişdim, Şəkidə müraciət eləmişdi deyəsən vətəndaş. Şəki üçün ümumiyyətlə hesablanan xidmət haqqları 0.7 azalma əmsalı tətbiq olunacaqdır. Nazim bəyin nümunəsində bizim xidmətlərə Şəkidə olduğu üçün 0.7 əmsal tətbiq olunub azalma ediləcəkdir. Ulduz 8103 nömrəsi də bu bizim nömrəmizdə canlı efirimizə qoşulmaq istəyənlər və ola bilsin suallarınız çoxdur, aydın şəkildə eşitmək istəyirsiniz, elə Babək mənim özü ilə canlı olaraq efirdə danışmaq istəyirsinizsə Ulduz 8103 nömrəsi ilə əlaqə saxlayıb əlbəttə ki, nə sualınız, nə fikriniz olsa söyləyə bilərsiniz. Və davam eləyək 055 203 1103 WhatsApp nömrəmizlə səsli mesaj da bu arada göndərə bilərsiniz əziz dinləyicilər. Bir daha xatırladıram ki, qonağımız Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik Hüquqi Şəxsin Maliyyə və Təminat Departamentinin direktoru Babək Əhmədlidir. Suallarımız əslində çoxdur. Daha bir sualımız ondan ibarətdir ki, bəzi əmlak xidmətləri də var ki, orada rüsum yoxdur. Yəni sadəcə xidmət haqqı var. Bu nəyin əsasında müəyyən olunur ki, bu əməliyyatlar sırf xidmət haqqı əsasında həyata keçirilir? Deməli, düz vurğuladınız. Bəzi xidmətlərimizdə dövlət rüsumları tutulmur. Bu hansı xidmətlərdir? O barədə biraz məlumat verək. Deməli, nümunə olaraq daşınmaz əmlakın hüquq sahibi təsviri və ünvanı barədə reyestrdən məlumatın verilməsi. Bu halda dövlət rüsumu tutulmur. Və əlavə olaraq reyestr arayışlar istisna olmaqla yer quruluşu işləri görürük. Özəl belə deyək, məhz çəkmə işləri gördük, yer quruluşu işləri gördük. Bu halda da dövlət rüsumuna cəlb olunmur. Deməli, yalnız xidmət haqqları ödənilir. 2 nümunə dedim ki, dövlət rüsumları bu halda təsbit olunur, istifadə olunur. Aydın. Əziz dinləyicilər, siz bizə yazmaqda davam edin suallarınızı. Təbii ki, baxın Nazim bəy necə qeyd elədi, maksimum geniş məncə elə Babək müəllimlə cavabı ala bildi, amma elə onun da sənədinin şəklini görmək istəyirik ki, biraz da ətraflı ona məlumat çatdıra bilək. Qısa aradan sonra qayıdırıq əziz dinləyicilər, uzağa ayrılmayın. Xəzər Radiosunda reklam vaxtı. Bu səs sahibkarlara fürsətdən xəbər verir. Əziz sahibkarlar, biznesdə yeni bir mərhələyə hazırlaşırsınızsa, Bank of Baku 100.000 manatadək sahibkar krediti ilə sizə dəstəkdir. 100.000 manatadək krediti 12 ayədək güzəştlə, üstəlik zaminsiz və girovsuz əldə etmək imkanınız var. Bank of Baku ilə biznesinizi böyüdün. Bank of Baku 18 fevral 2005-ci il tarixli Mərkəzi Bankın 247 nömrəli lisensiyası ilə fəaliyyət göstərir. Prior lizində getdim. Elə bir təklif eşitdim ki, dedim əntiqədir bu. Aha, nə oldu? Dedilər köhnə traktörünü gətir, al təzəsin, sərf eləsin, bax beləsin. Mən də bəyəndim bu işi. Onsuz da köhnə traktorumu alan adam yox idi. Üstəlik xərci çox idi. Prior gəldi yerində qiymət çıxartdı və aldı. Elə bir möcüzə gəldi. Eyni gündə köhnə getdi, təzə gəldi. Hələ bir sərfəli kredit də təşkil etdi mənim üçün. Köhnə traktorun həm vaxtını, həm pulunu alırsa, Priora gətir. Yenisini apar. Ətraflı məlumat üçün 858-ə zəng et. 2021-ci ildən fəaliyyət göstərən Agrosystems şirkəti aqrar məhsulların keyfiyyətini qoruyan və fermerlərin rəqabət qabiliyyətini artıran strateji həllər təqdim edir. Bura hidrokulyer və aerokullerlər vasitəsilə meyvə və tərəvəzlərin soyudulması, meyvə və tərəvəzlərin uzun müddətli və təzə saxlanılması üçün soyuducu komplekslərinin tikintisi, eləcə də cücə bəsləmə və damazlıq heyvan yetişdirmə komplekslərinin tikintisi daxildir. Biznesinizi böyütmək üçün 100% investisiya etməyə ehtiyac yoxdur. Cəmi 20% ödənişlə müasir infrastruktur sahibi olun. Qalanını dövlət subsidiyası və faizsiz liziklə reallaşdırın. Agrosystems ilə bugün investisiya edin, illərlə qazanın. Telefon 050 444 1701. Müasir tibbi texniki bazaya malik West Hospital pasiyentlərinə 20-dən çox tibbi şöbəsi ilə xidmət göstərməkdədir. Təcili və təxirə salınmaz tibbi yardım şöbəsi 24 saat xidmətinizdədir. Əlaqə Ulduz 7606. Lisenziya İqtisadiyyat Nazirliyi tərəfindən verilmişdi. Əsl məsələ o deyil. Məsələ səsələmək, Euroaksdan dinləmək, özünə bəsələmək. Əsl məsələ Euroaksdır. Paşabank səhmlərinin ilkin kütləvi təklifi üzrə abunə yazılışı başladı. İndi Paşabank mobil tətbiqindən təklif yerləşdirərək Paşabankın səhmdarı olun və dayanıqlı inkişafın bir parçasına çevrilin. Paylaşdıqca böyüyürük. Birlikdə
Ətraflı ipo.paşabank.az. Paşabank Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2007-ci il tarixli 250 nömrəli lisenziyası əsasında fəaliyyət göstərir. Kaspian Enerji Qrup izolyasiya və inşaat materiallarının ölkəmizdə iri idxalçılarından biridir. Dünyaca məşhur Texnonikol və Penoplex markalarının Azərbaycanda rəsmi nümayəndəsidir. 500-dən çox çeşidli inşaat materiallarının topdan satışını həyata keçirən Kaspian Enerji Qrup inşaatınızın güvənilir və əvəz olunmaz partnyoruna çevrilə bilər. Daş yunu, XPS, PVC membranlar, bitumlu membranlar, primer və mastiklər, OSB panera, betopan, alçıpan və profilləri, digər yüzlərlə məhsulları ilə xidmətinizdədir. Evinizə və layihənizə izolyasiya materialları lazımdırsa, bunun üçün ünvan Kaspian Enerji Qrup olmalıdır. Telefon 050 458 88 88. ATB'de NAK kredit indi daha sərfəlidir. 3000 manat üçün aylıq 77 manatdan, 5000 manat üçün aylıq 128 manatdan, 10000 manat kredit üçün isə aylıq 256 manatdan başlayan ödəmə imkanı. Kampaniya üzrə ATB'de 80 bin manata dək NAK krediti zaminsiz əldə edin. Krediti ATB filiallarında və ya onlayn əldə edin. Azərtürkbank, sizin dövlət bankınız. Azərtürkbank Azərbaycan Respublikası Mərkəzi Bankının 234 nömrəli lisensiyası əsasında fəaliyyət göstərir. Badamlıdan yepyeni təravət, yeni badamlı seriyası. Limon, laymunanə, portağal. Təbii mineral suyunun sərinliyi, meyvənin balanslı dadı ilə. Sərinlə, yenilən, zövq al. Badamlı, adıyla və dadıyla. Vöyenlə işləyirsiniz, təcili pul lazımdır. İndi Vöyenlə ABB bizdən 100 min manata dək krediti tam onlayn əldə edə bilərsiniz. Həm də zaminsiz və girovsuz. Elə indi businesskredit.az saytına daxil olun, işlərinizi böyüdün. Ətraflı Ulduz 937. ABB Mərkəzi Bankın 30-12-1992-ci il tarixli 2 nömrəli lisenziyası əsasında fəaliyyət göstərir. Xəzər Radiosunda reklam vaxtı. WhatsApp nömrəsi 055 203 1103. Biz davam edirik dinləyicilər. Özəl evin proqramı davam edir və bir də onu qeyd edim ki, dəyərli qonağımız var bugün. Daşınmaz Əmlak Dövlət Kadastr və Reyestr Publik Hüquqi Şəxsin Maliyyə və Təminat Departamentinin direktoru Babək Əhmədlidir bizim qonağımız. Əslində suallarımız ona çoxdur. Maksimum çalışacaq saat 2-yə qədər bütün sualların da elə cavabını məhz onun özündən alaq. Daha bir sualımız nədir? Hansı xidmətlər kameral formada həyata keçirilə bilər və kameral xidmət haqlarının aşağı olması nə ilə bağlıdır? Kameral xidmətlər ümumiyyətlə yerində baxış keçirilmədən və ölçmə aparılmadan təqdim oluna bilinən xidmətlərdir. Biz mövcud sənədlər və bazı məlumatları əsasında bu xidmətin alternativini təqdim eləyə bilirik bəzən. Bu hallar üçün indi 2 nümunəni deyəcəm. Bu sxematik bölgü aparılması, yəni bölgü sxeminin hazırlanması. Bu halda mövcud sənəd əsasında da bölgə eləyə bilirik və yaxud da əmlaka yerində baxış keçirərək fiziki bölgüdə eləyə bilərik. Sözsüz ki, biz bunu kameral həyata keçirdikdə bu daha ucuz olacaq. Çünki bu halda nəqliyyat, işçilik, əlavə get, gəl, yol və bəzi digər xərclər oturmur, yəni ehtiyac olmur, duyulmur. Bu halda da qiymətin konstant qiymət olaraq Tarif Şurasının qərarında 20 manat kimi təsbit edilmişdir. Çay ölçmə işləri ehtiyac olduğu təqdirdə və əmlakın yerində baxış keçirməyimizə ehtiyac olduğu təqdirdə bu halda inventarlaşma işləri üçün də xidmət haqqı əlavə olunur. Bir də kadastr məlumatları əsasında əmlak barədə deməli mütəxəssis rəyini təqdim edə bilirik. Eyni qaydada burada da bazı məlumatlara əsasında rəyin hazırlanması və yaxud da istəyə uyğun olaraq, vətəndaşın da istəyinə uyğun olaraq müraciət edən şəxsin yerində baxış keçirərək və məhz çəkmə, inventarlaşma işləri etməklə bu işi, bu xidməti tamamlaya bilərik. Burada da sabit hissəsi, kameral göstərilən xidmətin sabit hissəsi 30 manat kimi təsbit edilmişdir. Babək müəllim, indi siz də öz işinizdə təbii ki, tam doğru çalışan bir şəxs olaraq dinləyicilərimizi maarifləndirirsiniz, məlumatlandırırsınız. Daha bir maarifləndirmə nədən ibarətdir? O da elə, məsələn, Prior Leasing şirkətidir ki, əkin biçinlə məşğul olan insanlar vardı rayonlarda, bölgələrimizdə. Doğrudan da onların da zəhməti böyüdür və bəzən də elə bir zaman gəlib çatır ki, köhnə texnikalar artıq yararsız olur və yaxud da artıq işi gecikdirirlər necə. Bu da əkin biçinə təbii ki, təsir göstərir. Prior Leasing isə dünyaca məşhur New Holland, Landini, Lovell, McCormick kimi brendlərə məxsus traktorlar və kombaynlar sizə təklif edir, yəni fermerlərə və bundan da əlavə Switch brendi Weatherstat kimi bir texnika ilə bir neçə işi görə bilən kombinləşdirilmiş aqreqat brendi də ekskluziv olaraq orada var.
26 at gücündən 223 at gücünə qədər traktorları ən yaxın Prior filialından əldə edə bilərsiniz. Özdə Azərbaycanda 20-dən çox satış nöqtəsi var. Gəncə, Quba, Şəki, Cəlilabad kimi regional mərkəzlərdə Priorun filialları mövcuddur. 858 qısa nömrə ilə əlaqə saxlayıb ətraflı məlumatı alın. Caspian Enerji Group izolyasiya və inşaat materiallarının ölkəmizdə iri idxalçılarından biridir. Binanızın fasadını yaxud evinizi daş yunu ilə izolyasiya etmək istəyənlər əlbəttə ki, müraciət edə bilərlər və izolyasiya sahəsinin ən məşhur markaları olan Texnonikol və Penaplex markalardan ölkəmizdə rəsmi nümayəndəsidir. Caspian Enerji Group əlaqə nömrəsi isə 050 458 88 88-dir. Agrosystems isə doğrudan da aqrar məhsullarının keyfiyyətini qoruyur və rəqabət qabiliyyətini artıran strateji həllər təqdim edir. Tərəvəzlərin soyudulması və meyvə və tərəvəzlərin uzun müddətli təzə saxlanılması üçün soyuducu komplekslərin tikintisi olsun və biznesinizi də yeri gəlmişkən böyütmək istəsəz 100% investisiya eləmirsiniz, 20% ödənişlə müasir infrastruktur sahibi ola bilirsiniz. 050 444 17 01 onların əlaqə nömrəsidir. Euroax öz işindədir. Azərbaycan bazarında ilk mobil aksesuar brendidir. Məhsulları çoxdur. Smart saatlar, powerbanklar, adapterlar, naqillər, yaddaş kartları, səs gücləndiricilər belə var. 2 il zəmanət təqdim edir. Məhsulun yan hissəsindəki QR kodu da skan edirsiniz. Anında zəmanət aktivləşdirmək də mümkündür. Müraciət edə bilərsiniz. West Hospital isə müasir standartlara cavab verən rentgen, mamografiya, kompüter tomografiya, maqnit rezonans tomografiya cihazları ilə fəaliyyət göstərir. Respublika ərazisində xəstələrin nəql olunması, ünvanda təcili və təxirə salınması tibbi yardım, ünvanda laboratoriya xidmətləri və orta tibbi işçisi xidməti də var. Qısa nömrə ulduz 7606-dır. Bir dinləyicimiz yazır ki, deməli, yazıb, salam, bu rüsum və xidmət haqqı əvvəlcədən ödənməlidir. Asan xidmətdə oturan işçilər məndən döngə nöqtələrinin təyin olunmasına görə pulu terminala yüklətdilər. Mənə qonşu ilə mübahisəli olan 2 nöqtə lazım idi. Dedilər, yox, 4 nöqtə üçün 120 manat ödəməlisiniz. 2 nöqtəni təyin etdirmək olmur bu sualda. Mütləq elə 4 nöqtəni tam vermək lazımdır. Yaxşı sualdır. Buyurun. Əvvəla qeyd edeyim ki, ümumi başladı sual, dövlət rüsumları və ödənişlər qabaqcadan olmalıdırmı? Reestr haqqında qanuna görə vətəndaş hüquqların qeydiyyatı üçün ərzə təqdim etdiyi təqdirdə, əgər rüsum tutulmalı hərəkətdirsə, bu halda mütləq dövlət rüsumunun qəbzi təqdim olunan sənədlərin içində olmalıdır və ilk başdan ödənilməlidir. Amma daha detallı keçəndə sualın ikinci hissəsinə qonşu ilə mübahisəli olan 2 nöqtəni koordinatını təyin etmək. Bu hissədə Tarif Şurasının 23 iyul 2023-cü il deməli 5 nömrəli qərarında təsbit edilmiş 10-cu maddə var. Torpaq sahələrinin döngə nöqtələrin koordinatların müəyyən edilməsi. O hissədə torpaq sahələrinin döngə nöqtələrinin koordinatı 4 nöqtə üzərindən minimum olaraq ilkin dilim kimi təsbit edilmişdir. Əslində başa düşülən də odur ki, bir əmlak varsa, onun ən azı düzbucaqlı formasındadırsa, ən azı 4 nöqtəsi olmalıdır. İndi bu halda deməli 4 nöqtəni tam vermək lazımdır. 4 nöqtəni götürməlidirlər. O 4 xarakterik döngə nöqtəsi üzrə ödəniş bir dilimlə gedir. Yəni o halda 2 nöqtə, 3 nöqtədə təqdim olunsa, həmin o 120 manat kimi ödəniş olunmalıdır. Məncə hər şey dinləyicimizə aydın oldu. 055 203 1103 WhatsApp nömrəmizdə ulduz 8103 birbaşa canlı efirimizə qoşulub əlbəttə suallarınızı da ünvanlaya bilərsiniz. Babək mənim, əgər vətəndaş xidmət haqqını və rüsumu ödəyibsə, amma bu xidməti bu və ya digər səbəbdən almayıbsa, ödədiyi pulunu geri almaq hüququ varmı və bu pulu geri almağın yolu necədir? Hara müraciət eləməlidir? Sözsüz bu da çox maraqlı və aktual olan suallardan biridir. Deməli, vətəndaş reyestrə müraciət edib hüquqların qeydiyyata aldığı zaman senaryoda var ki, sözsüz ki, imtina halı ilə də rastlaşa bilər və daha əvvəl qeyd elədim ki, müraciət zamanı dövlət rüsumunun qəbzində təqdim eləməli idi. Deməli, belə çıxır ki, rüsumu qabaqcadan ödəyib. Ən azından rüsumu qabaqcadan ödəyib.
və müraciət eləyir, baş tutmur, hansısa əlavə sənəd düzəlməlidir. Bu səbəbdən ona imtina verilib və vətəndaş gedir sənədlərinin, belə deyək, geri almaq istəyir. Səhmana salmağa və bizdən götürür. Bu halda dövlət rüsumu geri qaytarmalıdır. Dövlət rüsumu dövlət büdcəsinə ödənilən vəsaitdir. Vətəndaşdan həmin anda dövlət rüsumunun geri qaytarılması üçün rızası varsa müraciəti alırıq və dövlət rüsumunun geri qaytarma prosesinə başlayır. Hardan alır? Necə olur? Necə müraciət edir? Əslində hardan alır hissəsi heç yerə getmir. Vətəndaş üçün bir pəncərə mövcuddur. O da bizim qurumun ofisi və yaxud da ki Asan Xidmət, əsasən də Asan Xidmət də front ofisi olaraq çıxış edir bugün. Ərizəsini verir, dövlət rüsumunun geri alınması üçün rekvizitlərini təqdim edir, onun bank hesabına vəsait geri qayıdır. Amma burada baha bir amma var. Vətəndaş dövlət rüsumunun geri almaya da bilər. Əlində ödənişi təsdiq edən sənəd var və ən azı 5 il ərzində təkrar müraciəti zamanı biz həmin dövlət rüsumu üzrə başqa müraciəti varsa onu əvəzləyə bilirik və artıq dövlət rüsumunun ödənilmiş sayılır. Və yaxud da sənədlərin düzəldir, geri qayıdır, təkrar müraciəti zamanı artıq dövlət rüsumunun ödənilmiş kimi. Bəlkə heç müraciət eləməsə yenə götürə bilər də pulunu. Heç müraciət eləməsə o hal üçün yəni bu son müraciət etməsə pulunu geri almaq ssenarisi qalır. Bunu bir dinləyici kimi verdim suala. Əminəm ki, hər bir dinləyicinin bir ağlında o sual keçdi. Yəni bax belə, təbii ki, bax bir dinləyicimiz də var idi indi Nazim bəy, bilmirəm, yəqin ki çatdıra bilmədi o sənədi göndərməyə. Vaxtımıza da çox az qaldı. Yəqin ki növbəti proqramlarda mütləq bizə yenə müraciət eləyər. Sonda istəyirəm sizə bir müraciət eləyək. Bir daha istəyirəm ki, bəlkə bizim vermədiyimiz elə bir sual var ki, siz özünüz bilirsiniz, özünüz cavablayasınız. Çünki ola bilər də siz deyir bu işin içində olan sizsiniz və elə bir sual varmı ki, onu biz siz ünvanlamadıq amma lazım idi. Buyurun. Mən ümumi bir maarifləndirici məlumat verim bütün belə deyək də efir dinləyiciləri üçün. Buyurun. Daşınmaz əmlakın dövlət kadastri və reyestri publik hüquqi şəxs olaraq əmlak məsələləri dövlət xidmətinin tabeliyində və İqtisadiyyat Nazirliyinin tabeliyində bugün vətəndaş məmur ünsiyyətində ən yüksək belə deyək standartlara çatmağa çalışırıq və bu yöndə də müvafiq işlər aparırıq. Vətəndaşlar SMS bildirişi ilə onlara təqdim olunan xidmət haqqlarından bəzən narazılıq, bəzən sadəcə təsdiq tapmaq istəyirlər ki, həqiqətən də belədir. Bir məlumat üçün qeyd edeyim ki, ümumiyyətlə qurum əməkdaşları oturub belə deyək kağız daşıyıcısında hesabatlar aparmırlar. Bugün mövcud elektron sistemlərimiz var və əmlak parametrləri orada daxil oldusa, artıq hesablamaları arxasındakı o belə deyək də loru dildə hesablayıcı maşın aparır və bir algoritm var ki, o algoritmə uyğun olaraq hesablamalar gedir və düşünürəm ki, bəzən bu sualı yenidən bizə vermək istəyənlərin heç olmasa 10 nəfərdən ikisi inanıb bu şeylərə inanıb o belə deyək də sorğu verməyəcək. Sizə də xüsusi təşəkkür edirəm. Biz təşəkkür edirik sizə. Elə bir mövzudur ki, aktual mövzudur ki, bu sahədə maarifləndirici verilişlər aparırsınız. Mən bayaq biz efir dayananda söhbət elədik, dedim bir şeyi qeyd elədim ki, ümumiyyətlə insanlar əmlakla bağlı, əmlakın hüquqlarının qeydiyyata alınması ilə bağlı o qədər də çox müraciət eləmir. Yəni hər insana yaşadığı həyatı boyu 1.5 ümumiyyətlə dünya statistikasında belə bir rəqəm var ki, 1.5 dəfə əmlak qeydiyyatı ilə bağlı müraciət eləyir. Bu da bu mövzunun nə dərəcədə həssas olduğunu göstərir və bu sahədə maarifləndirici işlər görürsünüz. Məndən əvvəl də qonaqlarım mən buradaydı. Mən gördüm eyni mövzunun davamını gətirdiyi bizdə və düşünürəm ki, mən də ümid edirəm ki, bu efir ərzində kimlərəsə faydalı ola bildik. Etiraf edirik ki, sizin öz yeriniz var idi bu proqramda. Sözün əsl mənasında bizim hər bir qonağımızın bu özəl evin proqramında özəl yeri var. Amma baxırsan ki, doğrudan hər birindən çox maraqlıdır ki, bir detal ən azı öyrənirik. Yəni bəzən elə olur. Bugün sizdən tamam ayrı məqamlar öyrəndik. Sözün əsl mənasında. Ona görə təşəkkür edirik. Çox sağ olun ki, dəvətimizi qəbul etmisiniz. Deyir, biz yenə istəyirik siz görək. Yenə istəyirik, ona görə çağıracağıq. Sağ olun. İmkan olsa mütləq gəlin. Siz hətta deyim İlhan bəy. Buyurun. Nazim bəy əgər efir ərzində çatdırmasa da efirdən sonra olsa belə həmin sənədi göndərin. Mən yenə də vətəndaşımızın sualını cavablandıraram. Olar, yönəldərik elə sizə. Təşəkkür edirik.
edirik bir daha. Deməli, əziz dinləyicilər, çox sağ olun. Sizə də təşəkkür. Bizi dinlədiyiniz üçün, yazdığınız üçün, güvəndiyiniz üçün. Burada da bir güvən çox önəmli bir haldır. Ona görə də sizinlə sağollaşıram. Sabah yenə eyni vaxtda eşidiləcəyik. Ayrı bir qonaqla, ayrı bir mövzuda, amma bir məqsədlə. O da sizə faydalı olmaqla. Hələlik eşidilərik deyirik.